Azərbaycanda siqaret qiymətləri kəskin artıb. Xəbər səsi Modern Aza istinadən xəbər verir ki, bir qutu siqaretin qiyməti orta hesabla 30-60 qəpik artıb. Əvvəllər 2 manat 60 qəpiyə olan marnanın bir qutusu hazırda 2 manat 90 qəpik, 3 manat 10 qəpiyə satılan palmal 3 manat 40 qəpik, 3 manat olan elde 3 manat 30 qəpik, 4 manat 20 qəpiyə satılan Wilson 4 manat 80 qəpik, 4 manat 40 qəpik olan Kent 4 manat 80 qəpik, 4 manat 70 qəpiyə satılan Subrani isə 5 manat 10 qəpik, Vant isə 3 manat 10 qəpikdən qalxaraq 3 manat 40 qəpik olub. Marketlərdə təklif olunan qiymətlər təxminən belədir. Köşklərdə isə siqaretlər təxminən 20 qəpik daha baha satılır. Satıcıların sözlərinə görə siqaretlər artıq 3 gündür ki, market və kiosklarda cari qiymətə təklif edilir. Qeyd edək ki, yanvarın 1-dən etibarən Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb. Vergi məcəlləsinə edilən dəyişikliyə əsasən alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulları üzrə aksiz dərəcəsi 1000 ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25 manat 50 qəpiyə qaldırılıb. İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər homogilləşdirilmiş və ya bərpa edilmiş, çeynələn və ya buruna çəkilən tütünlər üzrə aksizin dərəcəsi hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb. Pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 9900 nəfərdən çox gənc mütəxəssisin kənd yerlərində yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların yol, əmlakin daşınması üçün nəqliyyat, ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın və aylıq əmək haqqına əlavənin ödənilməsi üçün 20 milyon 100 min manat yönəldiləcək. Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Həmçinin 137 min nəfər müəllim heyətinin sertifikatlaşma proqramında iştirakı və uğur qazanan heyətin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin verilməsi üçün 212 milyon 800 min manat vəsait xərclənəcək. Azərbaycan bir sıra ölkələrdən heyvan və quş ətinin gətirilməsinə qoyulan qadağanı aradan qaldırıb. Bu barədə Sfera Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, Monqolistanın Suxbatar və Dornot vilayətlərində xırdabuynuzlu heyvanların çiçək və nodulyar dermatit xəstəlikləri Fələstinin Tubas, Hevron əyalətlərində, həmçinin Çinin Guangsi, Çuan, Muxtar rayonunda da bax, Slovakiyanın Nitra diyarında isə yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına əsasən qeyd olunan ərazilərdə xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizotik sağlamlıq statusu bərpa olunub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Azərbaycan ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə sözügedən regionlara tətbiq edilmiş məhdudiyyətləri aradan qaldırıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.